Salam gənclər, MAQ-ə baxırsınız. Növbəti buraxılışımızda hər birinizi xoş gördük. Dostlar, bu gün çox maraqlı qonaqlarımız olacaq. Düzdür, onlar hələ məktəblidirlər, amma böyük ideyalarla gəlirlər. Gələcəyin alimləri bu gün araşdırır, ixtira edir, ən əsası da ilham verirlər. Gəlin elə isə vaxt itirmədən həm onların özü ilə, həm də layihələri ilə yaxından tanış olaq. Bəli, əziz dostlar, Sabahın alimləri 14-cü Respublika layihə müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərinin bir qismi və Elnarə xanım Mustafayeva qonağımızdır. Dostlar, xoş gəlmisiniz. Elnarə xanım, xoş gəlmisiniz. Necəsiz? Salam, xoş gördük. Hər birinizi salamlayıram. Yaxşıyıq, çox sağ olun. Dostlar, ilk növbədə hər birinizi təbrik edirik. Elnarə xanım, sizi də təbrik edirik. Bu sizin də uğurunuzdur. Gəlin sizdən başlayaq ki, Sabahın alimləri müsabiqəsi nədir, iştirak qaydaları nədir? Bu barədə bizə ümumi məlumat verəsiniz. Sabahın alimləri 14-cü Respublika layihə müsabiqəsi Azərbaycanın təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilən elmi tədqiqat yönümlü layihə müsabiqəsidir. Eyni zamanda bu müsabiqəyə ABŞ-da keçirilən elm və mühəndislik sərgisinin milli seçim turu da deyə bilərik. Çünki şagirdlər burada bir ideya təklif edir və həmin ideyalarını layihə formasında təqdim edirlər. Həmin layihələr Elmi Ekspertiza Komitəsi tərəfindən qiymətləndirilir və sərgiyə dəvət olunur həmin şagirdlər bir qismi və münsiflər heyəti tərəfindən dəyərləndirilir. Sonda isə qaliblər müəyyənləşdirilir və həmin qaliblərin içindən Amerikaya gedəcək olan şagirdlər seçilir. Müsabiqə 3 mərhələdə həyata keçirilir, 9 istiqamət üzrə həyata keçirilir. Eyni zamanda artıq qeyd etdiyim kimi Azərbaycanın bütün bölgələrindən olan 9-11-ci sinif şagirdləri bu müsabiqəyə qoşula bilir. Şərtləri nədir? Çətinlikləri nədir bax bu müsabiqənin? Şərtlər, çox şərt yoxdur. Sadəcə dediyim kimi sinif məhdudiyyəti var. 9-11-ci sinif şagirdləri qoşula bilər. Fərdi və ya 2 nəfərlik komanda şəklində qoşula bilirlər. Çətinliklər bəzən şagirdlərin çətinlikləri formalarla bağlı olur. Mən ağlıma ancaq bu gəlir. Çünki bizdə qaydalar tamamilə ICF-in qaydalarına uyğunlaşdırılıb və onların formaların hamısı bizdə tətbiq olunur. Yəni şagirdlər bir layihə təklif eləyəndə ən azı 6 forma göndərməlidir və bu bəzən 9, 10 və yaxud 12 daha çox ola bilir. Bu formaları biz yoxlayanda orada natamamlıqlar aşkarlayırıq. Bəzən nəyinsə əksik olduğunu görürük və bu zaman şagirdlərlə çalışırıq, əlaqə yaradaq və onlara bildirək nəyin çatışmadığını. Çünki biz tam hazır formada Elmi Ekspertiza Komitəsinə təqdim etməliyik layihələri. Belə çətinlik olur. Elnarə xanım, müsabiqədə iştirak etmək üçün necə müraciət edirik? Bu barədə bizə məlumat versəz sevinirim. Öncə qeydiyyat prosesi başlayır. Tamamilə elektron formada həyata keçirilir. Sorğuların idarə olunması sistemi vasitəsilə şagirdlər qeydiyyatdan keçir, öz məlumatlarını daxil edir və layihə ilə bağlı formaları göndərirlər. Orada özləri haqqında layihənin qısa anotasiyasını göndərirlər və bu layihələr göndərilir Elmi Ekspertiza, ilkin baxışdan sonra göndərilir Elmi Ekspertiza Komitəsinə. Mən 9 istiqamət dedim, istəyirsiniz onları mən qeyd edeyim sizə. Fizika, riyaziyyat, biologiya, tibb, ekologiya, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt. Bizdə yenilik oldu. Bu il robototexnika və süni intellekt kateqoriyası əlavə olundu. Buna maraq kifayət qədər çoxdur. Çünki dövrün tələbidir. Bəli, dövrün tələbidir. Daha çox ekologiya üzrə müraciətlər daxil olub. Bunu qeyd eləmək istəyirəm. Ekologiya və mühəndislik bizdə demək olar bütün illərdə ən çox müraciət qəbul olunan istiqamətdir. Sevindirici haldır sözsüz. Bəli, yəqin ki, COP-un da burada təsiri çoxdur. Şagirdlərimizin bir-birindən gözəl layihələri olur. İnanın orada çətinlik bəzən çəkirik həmin layihələri seçim etməkdə. Çünki çox gözəl fikirlər var, çox dəyərli layihələr gəlir və bunun şagird tərəfindən hazırlanması, şagird yönümlülük bizə həm təəccübləndirir, həm də sevindirici haldır. Bəli, çox sevindirici haldır. Dostlar, bəhsi keçən layihələr sizin layihələrinizdir. İstəyirik ki, bir-bir öz layihələriniz barədə məlumat verəsiniz. Tunar, sizdən başlayaq. Salam, bəli. Mən Məmməli Tunar, 40 müəllim məktəbin 11-ci sinif şagirdiyəm. Mən düzü komandalaşım Hüseyn İsmayılovla birlikdə. O özü indi təəssüf ki, Gəncədədir. Gəncədə yaşadığı üçün gələ bilməyib. Bu səbəbdən bu gün layihəni mən danışacağam. Deməli, bizim layihə bundan ibarətdir ki, Amerikada yaşayan insanların 1.7%, bu təxmini 5.3 milyon insana bərabərdir, iflic xəstəsidir. Burada skolyoz səbəbi ilə ola bilər və ya bəzi neyroloji xəstəliklər səbəbi ilə ola bilər ki, hansı ki onlar iflicdirlər. Və bizim araşdırmalarımız onlara göstərib ki,
bədəndə ən son iflic ola biləcək hissələrdən biri göz hissəsidir. Aha. Bu səbəbdən biz belə ağlımıza bir layihə gəlib ki, biz əgər ki göz ilə telefon və ya hansısa bir kompüteri idarə etmə sistemi yaratsaq, bunun təsiri dünyada çox böyük ola bilər. Bununla böyük əslində məsələ göstərə bilsək, Stephen Hawkingə verə bilərik. Intel şirkəti tərəfindən Stephen Hawkingə böyük bahalı bir kompüter yaradılmışdı ki, hansı ki həmin kompüterdə o öz elmi işlərini davam etdirə bilirdi. Amma dünyada da eyni formada buna oxşar bəzi sistemlər olsa da, bunlar çox bahadır. Bunların təxmini qiyməti $10.000, $15.000 və s.dir. Təbii bəzi daha ucuz qiymətli olan aparatlar da var, ancaq yenə də yetərincə ucuz deyillər bu aparatlar. Bu səbəbdən biz belə bir sistem yaratmağa çalışmışıq ki, sizin gözünüzün hansı tərəfə baxdığını biz sadəcə telefon kamerası ilə tuta bilirik. Bunun üçün bəzi süni intellekt modellərindən istifadə etmişik, hansı ki bu saat dünya standartlarına Tunar, uyğundur. üzr istəyirəm. Telefonun hansı rakursdan bizi çəkdiyi əhəmiyyətlidir burada yoxsa? Bəli, siz belə deyim, telefonu qarşınıza qoyursunuz Aha. və telefonun kamerası ilə artıq başlayır telefon sizin gözünüzün hansı tərəfə baxdığını izləməyə. Bizim sistem bu formadadır ki, telefonu biz bəzi hissələrə bölürük. Məsələn, deyək ki, sizin bu saat olduğunuz kompüterdə və ya telefonda deyək ki, 10 dənə proqram var. Yəni sizin 10 dənə basa biləcəyiniz yer var. Bu zaman biz onları qarşınıza çıxarırıq sizin və siz sadəcə gözünüzü sağa, sola və yuxarı edərək siz onlar arasında seçim eləməyə başlayırsınız. Bundan sonra gözünüzü 2 dəfə qırpdığınız zaman biz həmin proqrama daxil ola bilirsiniz. Və heç bir şəkildə əl hərəkətlərinə burada ehtiyac yoxdur. Sadəcə göz hərəkətlərindən bunu istifadə edirsiniz. Bu bizim əslində ilk yeniliyimizdir ki, biz burada daha ucuz qiymətli bir sistem yaradırıq, hansı ki bu milyonlara təsir edə bilər. Bu təxmini Amerikada dediyimiz kimi 1.7 milyon insan iflicidir və əgər biz bunu dünyadakı nüfusa vursaq, onda təxmini yenə də böyük bir rəqəm əmələ gəlir. Biz sadəcə təbii buna qalmırıq. Bizim bundan əlavə bir sistemimiz daha var, hansı ki buna oxşar sistemlərin heç biri bunu insanlara fürsət kimi vermir. Bizim sistemimiz də burada bundan ibarətdir ki, düşünün ki, siz həmişə telefonun orta hissəsindən başlayırsınız sistemə daxil olan zaman. Düzdür. Bəli. Siz deyək ki, artıq Chrome proqramına girmək istəyirsiniz və ya YouTube-a girmək istəyirsiniz, fərqi yoxdur. Siz bunun üçün həmişə telefonunuza sağ və yuxarı eləyirsiniz. Biz artıq bir yerdən sonra sizin bütün hərəkətlərinizi öyrənməyə başlayırıq və yavaş-yavaş düşünürük ki, yəni sizin burada qarşınıza verilir ki, siz Chrome-a getmək istəyirsiniz. Artıq siz sadəcə 2 dəfə sağ elədikdən sonra. Hətta bunu çox daha böyük, uzun yollar üçün də göstərmək olar. Biz eyni zamanda burada sizin hansı saatda telefonu istifadə etdiyiniz və s. kimi bəzi məlumatlar da toplayırıq və məsələn siz artıq telefonu 50-ci, 60-cı, 70-ci dəfə istifadə edəndə biz dəqiq formatda, dəqiq deyə bilmərəm təbii buna, 70-80 düzgünlüklə bunu təxmin edirik. Zamanla təbii sizin hərəkətləriniz dəyişdikcə bizim sistemdə onu öyrənməyə davam edir. Tunar, mən bir dənə də sual sənə vermək istəyirəm ki, sizdə bu ideya necə yaranıb? Aha, bəli, bu özü çox yaxşı sualdır. Düzü mənim komanda yoldaşımın qardaşı özü bu saat tibb universitetində təhsil alır və eyni zamanda düzü mən özüm Şəkidənəm və bizdə Şəkidə belə bir məsələ var ki, əgər siz həkimliklə maraqlanırsınızsa, biologiyalarla maraqlanırsa, bu yaxşı bir şey, yəni üstün bir şey kimi təqdim olunur. Mən daha çox, bəlkə də bunu ailəmdən görmüşəm, amma həmişə bu belə olub. Evdəkilər mənim hansısa o mövzuyla bağlı, evdə ailəm, valideynlərim həmişə mənim onunla bağlı bir ixtisasa getməyimi istəyiblər. Amma düzü mənim üçün bu çox maraqlı olmayıb həmişə və mən artıq Hüseyn də eyni zamanda, mən də 12 yaşımızdan proqramlaşdırma ilə işləməyə başlamışıq. Və burada da elə eyni formada bizim ağlımıza o fikir gəldi ki, biz niyə görə ailəmizin istədiyi şeyi elə Hər ikisinə eyni anda eləyə bilərik. Eləyə bilərik və necə biz həmin belə səhiyyə sistemində bir dəyişiklik eləyə bilərik. Bununla bağlı çalışmağa başladıq. Burada da layihənin necə ərsəyə gəldiyi haqqında deyim. Biz götürdük birinci bütün xəstəlikləri sıraladıq, yəni ağlımıza gələn xəstəliklər ən azından və onların üzərində araşdırma aparmağa başladıq ki, biz necə bir tətbiq yarada bilərik və nə edə bilərik ki, hansı ki o səhiyyəyə böyük bir təsir göstərə bilər. Və ağlımıza işfic insanlar gələn zaman bu layihə ağlımıza gəldi. Bunun səbəbi də elə Stephen Hawkingdir. Hətta layihəmizin bir missiyası da bundan ibarətdir ki, milyonlar var, hansı ki Stephen Hawking də bunlardan biridir. Köhnə sistemlərə güvəniblər. Amma biz
bəlkə də göz ilə bunu etsəydi nələr ola bilərdi və daha yaxşı etsəydi nələr ola bilərdi. Yəni əsas bizim missiyamız bu olub. Biz inanırıq ki, siz telemidisinə böyük töhfə vermisiniz. Həmçinin hər iki istiqamətdə də özünüzü sınamısınız. İnanırıq ki, qalib olacaqsınız. Şərifə Nigar, kim başlamaq istəyir? Öz layihəniz barədə danışa bilərsiniz. Siz bilirik ki, bir yerdə çalışırsınız. Salam, mən Səfərova Nigar, Məktəb Lisey kompleksinin 10-cu sinif şagirdiyəm və komanda yoldaşım Şərifzadə Şərif, o da eynən Məktəb Lisey kompleksinin 10-cu sinif şagirdidir. Belə ki, bizim layihə Smart Metro, yəni ağıllı metrodur. Layihəmiz metrolarda olan enerji itkisinin, yəni enerji israfını və sıxlığın qarşısını almağı öz qabağına məqsəd kimi qoyub. Birincisi enerji israfı tərəfini danışmaq istəyərdim. Metrolarda bəlkə görmüsünüz, məsələn 28 may stansiyasına, Gənclik stansiyasına gələndə metrolar tez-tez tunellərdə dayanır. Bu zaman kütləvi miqdarda enerji itirilir. Biz də bunun qarşısını almaq üçün 3 növ innovativ enerjidən, yaşıl texnologiyalardan istifadə etməyi düşünürük. Birincisi və ən vacibi layihəmizin əsas hissəsi triboelektrik nanogeneratorlar, yəni ki, tanklər. Bunlar nələrdir? Bunlar insanların addımlarından enerji yığan qurğulardır. Biz bu qurğuları metrolarda stansiyalara, yəni platformalara quraşdırırıq, çıxış və girişlərə. Nəticədə insanların addımlarından enerji yığırıq və apardığımız hesablamalara görə gündəlik 3 megajoule, yəni 3 milyon joule enerji yığa bilərik. Layihəmizin ikinci hissəsi vertikal küləyə turbinlərdir. Bunlar biz tunellərdə hər bir 50-100 metrdən bir vertikal küləyə turbinləri quraşdırırıq və nəticədə qatar stansiyaya daxil olanda və çıxanda böyük sürətlə küləyə əmələ gəlir. Bu küləklə biz turbinləri fırladıb oradan da enerji yaradırıq. Və üçüncüsü biz turniketlərə generatorlar, yəni dinamolar quraşdırırıq. Bunlar nələrdir? Görmürsünüz, metroların çıxışlarında bir qurğular olur, ora kart vurub keçirsiniz və nəticədə onlar fırlanır. Biz də bu fırlanma enerjisindən istifadə edərək yenə də turniketlərə generatorlar quraşdırırıq və oradan enerji yığırıq. Bu 3 enerji vasitəsi köməyi ilə biz gündəlik metroda enerji israfının 3-5%-in qarşısını ala bilərik. Bu da çox böyük bir rəqəmdir əslində. Eyni zamanda müəyyən hissəsini biz depolayırıq. Buna da səbəb nədir? Hərdən elə olur ki, bəzi problemlər baş verir və qatarlar stansiyalarda deyil də tunellərin içində qalır. Məsələn, enerji qapanması, işıq qapanması baş verər və bu zamanda biz ən azından qatarı stansiyaya gətirib sərnişinləri təhlükəli şəkildə evakuasiya etməyə çatacaq qədər enerjimiz olsun deyə onu depolayırıq. Eyni zamanda layihəmizin AI, yəni süni intellekt hissəsi var. Onu istəyərdim komanda yoldaşım təqdim eləsin. Maraqlı olar metroda süni intellektə təsəvvür eləmək biraz. Buyurun. Mən Şərif Şərifzadə, 16 yaşım var. Məktəb Lisey kompleksinin 10-cu sinifində təhsil alıram. Bizim layihədə süni intellektini necə istifadə edirik? Məsəl üçün siz deyək ki, A məntəqəsindən B məntəqəsinə getmək istəyirsiniz. Biz xüsusi bir application yaratmışıq, mobil tətbiq və biz bu tətbiqlə siz o tətbiqə hara getmək istədiyinizi giriş edirsiniz. Məsəl üçün sizə A stansiyasından B stansiyasına getmək lazımdır ya da ki, stansiya olmaya bilər, hansısa ünvandan bir-birinə getmək lazımdır. O sizə metronu və avtobusu nəzərə alaraq, metroları, avtobusu, bütün nəqliyyat növlərini nəzərə alaraq sizə ən optimal marşrutu təklif edir. Məsəl üçün, bu necə ola bilər? Siz tutaq ki, bir stansiyadasınız, o stansiyada da çox sıxlıq var. Metroya biz stansiyalara kameralar quraşdırırıq və gündəlik, saatlıq bu kameralar application'a məlumat göndərir. Biz tətbiq sayəsilə görə bilirik bütün video görüntüləri. Bəli. Burada göstərir ki, məsəl üçün A stansiyasında çox böyük bir şəkildə sıxlıq var. Bu stansiyaya eniş edən adam 3-cü qatara ancaq minə biləcək. Bu da hardasa 15-20 dəqiqə vaxt itkisidir. O sizə təklif edir ki, ya bu nömrəli avtobusa minin, ya da digər bir stansiyaya gedib oradan qatara minin. Çünki orada sıxlıq daha azdır. Biz bununla birlikdə nə etməyə çalışırıq? Həm insanların vaxt itkisinin qarşısını almağa çalışırıq. Yəni ki, bu metrodan istifadə edən çox vaxt tələbələrdir, işə gedən insanlardır. Onların işini asanlaşdırmağa çalışırıq. Həm də ki, məsəl üçün biz dedik, stansiyadan A-dan digərinə gedir. Bütün stansiyalar üzərinə düşən yükü bütün metropoliten ərazisi ətrafında bölməyə çalışırıq. Necə olur bu? Məsəl üçün 2 dənə yaxın stansiya var. Koroğlu stansiyası və Ulduz stansiyası. Koroğlu stansiyası gündəlik ən çox sərnişin minən stansiyalardan biridir. Ulduz stansiyası isə onun yanındadır və ondan heç kim istifadə eləmir. Bir-iki gün gördünüz, Koroğlu stansiyası bir səbəbdən bağlandı və hamı Ulduz stansiyasına axın etməyə başladı. Yəni, bu imkan varsa, bundan niyə də istifadə eləməyəsiniz ki? Yəni, bu bizim məqsədimiz. Koroğlu stansiyasında, məsəl üçün, gündəlik tutaq ki, 300 min insan istifadə edirsə, Ulduzdan 50 min insan istifadə edir. Hələ bu abartılmışdır, Ulduzdan bəlkə daha insan istifadə edir. Biz Koroğludakı insanları yönləndiririk Ulduza və Koroğludakı sıxlığın qarşısını almış oluruq bu nəticədə. Dostlar, ISF-də iştirak etmək necə bir hissdir?
Yəni ISF-də iştirak etmək mənim çox böyük bir hissdir. Biz gözləyirdik ki, əslində biz medal alacağıq, amma yenə də bu qızıl medal almaq və ISF-ə getmək bizim üçün çox böyük bir sürpriz oldu. Biz ISF-də də medal alacağımıza inanırıq. Yəni ki, əliboş qayıtmayacağıq oradan. Qalib olacağınıza inanırdınız, düşünürdünüz? Yəni ki, məncə hər bir insanın bir qarşısına məqsəd qoymalıdır ki, olimpiyadaya gedən, bir müsabiqəyə gedən insan, hər bir insan qarşısına qalib olmağa məqsəd qoymalıdır. Yəni ki, həmişə ora gedəndə deməli ki, mən qalib olacağam. Başqa bir şey fikirləşməli deyil məncə. Elnarə xanım, sizinlə davam etmək istəyirik ki, ABŞ-də iştirak, ISF barədə istəyirik danışasınız ki, gənclərimizə nə vəd edir, nə qazandırır? Ümumiyyətlə şagirdlər qalib olanda belə deyim, bu layihəyə qatılan şagirdlərin hər birinin yəqin ki, istəyi, arzusu orada iştirak etməkdir. Çünki ISF çox prestijli, çox nüfuzlu bir müsabiqədir. Azərbaycanda 14-cü ildir ki, keçirilir, amma ümumi, yəni olaraq ISF 75-ci ildir artıq keçirilir və 80-dən çox ölkə bu müsabiqədə iştirak edir. Burada iştirak etməyin avantajları, orada çoxlu alimlər, Nobel mükafatçıları olur. Eyni zamanda şagirdlər öz həmyaşıdları, tədqiqatçılarla görüş şansı əldə edir. Onların layihələrinə baxır və öz ideyalarını digərlərinə aşılayır. Orada sübut etməyə çalışırlar, layihələr haqqında sual-cavab olunurlar. Bəzən bu alimlər, dediyim kimi, qeyd etdiyim kimi Nobel mükafatçıları tərəfindən sual-cavab olunurlar və onları inandırmağa çalışırlar öz layihələri barədə. Bu onların istər təhsil, istər karyera həyatlarına böyük töhfələr verir və onlar artıq özlərinə inamı formalaşdırırıq. Eyni zamanda dediyim kimi həmyaşıdları olan gənc tədqiqatçılarla görüş də şagirdlərə çox böyük şeylər vəd edir və onların uzun, belə deyim, dostluqlar da yarana bilir. Sabahın alimləri layihəsinin ISF səviyyəsində seçilməsinin səbəbi nədir? Burada seçilərkən bizim dəyərli münsiflər heyəti və təşkilat komitəsinin qərarı əsas rol oynayır. Hər istiqamət üzrə 3 münsif sərgi günü şagirdləri dinləyir, onları dəyərləndirirlər. Daha sonra bir Amerikada gedəcək şagirdlər seçilir. Burada hansı qərar rol oynayır? Əsas layihənin elmi yaradıcılığı deyil, yəni bu da təbii sözsüz böyük rol oynayır. Sadəcə innovativlik və real həyatda tətbiq oluna bilmə çox önəm daşıyır. Faydalı bir layihə olmalıdır. Özünüz də gördünüz, şagirdlər real həyatda gördüklərini tətbiq eləməyə çalışıb və çətinlikləri görüb, real şəkildə onları necə həll edə bilərlər, həll yolları təklif edirlər. Bu çox böyük avantajdır. Dostlar, siz bizə bir daha göstərir və sübut edirsiniz ki, elm doğrudan da çox maraqlıdır. Hər birinizə uğurlar arzu edirik. Vaxt ayırıb gəldiyiniz üçün təşəkkür edirik. Biz inanırıq ki, siz qalib olacaqsınız. Uğurlar. Çox sağ olun. Təşəkkür edirəm.